Salam əziz dostlar. 22 yanvar 2026-cı il. Maşallah, bunlar bizim hinduşka bağlarımızdır. Soğan doğramışam 8 kilo və bu çox xeyir şeydir. Həm antibiotikdir, həm vitamindir. Bu da eyni maqamda soğanın qabığını da atıram yerə ki, ayaqlarının altına. Hinduşkalar həm stres atırlar, həm də bunun acılığına bit-birə qalmır sarayda. Yəni bunların olduğu, gəzdiyi yerdə cücümüzü düşmür. Artıq həşəratlar olmur. Deməli, hinduşkalarımız axşam çağıdır, polnu toxdular, amma ona baxmayaraq indi bunların bunu soğanı necə yeyirlər, ona baxaq indi inşallah. Ben keçirəm bu üzə. Baxın indi onlar gör nə olsun çıxardır belə. Çünki artıq bilirlər startlarlar. Tak. Soğanları böldük iki yerə, iki qaba. Bir, buradan şu. Allah. Gelin gelin bağlarım, gelin. Allah. Bak. Toktular ha. Kabukları da atıram bura. Ne güzel orada şurada. Bakın necə yiyirlər maşallah.